var da, Dünya İqtisadi Forumu olsun, Harvard Business Review olsun, McKinsey olsun və s. və ilaxır. Onların yayımladığı hesabatlar, məqalələri və s. biz daimi şəkildə izləyirik ki, gələn insana biz düzgün şəkildə məlumatı ötürə bilək. Bir də onu sizə deyim ki, əmək bazarının araşdırılması ilə bağlı tutaq ki, biz bir sənəd hazırlayırıq, qarşı tərəfə göndəririk və deyirik ki, sən əmək bazarını araşdırmalısan, data toplamalısan. Bizim bunu ümumiləşdirmək istəməzdim, amma bəzi hallarda buna tənbəllik eləyirlər. Çox təəssüf ki, araşdırmırlar. Artıq burada karyera məsləhətçisinin öhdəliyinə çox şey düşür. O qədər dərin məlumatlara sahib olmalısan ki, sən ona lazım olan anda, lazım olan vaxtda o lazım olan dataları ötürməyi bacarmalısan. Bu belə. Biz soft bacarıqlardan danışdıq və o sərt bacarıqlara biz nəyi deyə bilərik? Karyera məsləhətçisi psixometrik testlərlə işləməyi bacarmalıdır. Karyera məsləhətçisi sorğu-sual nəticəsində alınan dataları beynində analiz eləməyi bacarmalıdır. Eləcə də biz bunu həm də yazılı şəkildə eləyirik də. Yazılı şəkildə analiz eləmək üçün onun belə bir bacarığı olmalıdır. Analiz etmə bacarığı olmalıdır. O müsahibə texnikalarını bilməlidir. O CV hazırlama üsullarını bilməlidir. O müxtəlif networking qurma üsullarını bilməlidir. LinkedIn optimizasiyasını çox yaxşı bilməlidir ki, qarşı tərəfə bununla bağlı tam düzgün şəkildə dəstək ola bilsin, kömək edə bilsin.